Hər dəfə qəmgin olanda sənin yanına gəlirəm. Səni görəndə üzümdə təbəssüm yaranır. Görəsən o da sənin kimi üzümdə təbəssüm yaradacaq. Yoxsa ömürlük kədərə səbəb olacaq. Sən də bilmirsən nə Sultan. Uşaq vaxtı da indiki kimi nadincidir. Yatsın deyə əldən ayaqdan gedirdim. İstəyirdim ki, biraz çox yatsın. Mən də dincəlim. İndi nə vaxt oyanacaq deyə gözləyirəm. Nə xəbər var? Uşaqla bir maraqlanan olmadı. Nə zəng vuran, nə bir tapşırdan, heç nə. Bircə o pubdan dostu gəldi ziyarətinə. Başqa heç kim. Şikayəti geri götür. Qoy buraxsınlar. Özündə düş dalıcan, izlə. Hara gedir, kimlə görüşür. Əgər sifarişləndirsə, mütləq əlaqəyə keçəcək. Baş üstə Rəfət xanım.